Salam, bugün qonaq gedirəm. Hara? 4 illik tələbəlik həyatımın keçdiyi o evə, yeni xalam gələ. Çox makyaj eləməyi sevmirəm, ona görə də az bir şeylər edəcəm. Əslində qəşəng makyaj eləməyi də bacarmıram, yəni dürüst olmaq lazımdır. Özümü bərbad günə qoymaqdansa heç etməmək daha yaxşıdır. Makyaj etməsək də olar, amma dərimiz üçün vacib olan SPF nəmləndirici mütləq istifadə etmək lazım. Mən hazıram, evdən çıxıram. Bu isə Temudan aldığım, 2 ildir ki Temudan almışam. Amma bircə dəfə geymişəm. Səbəb isə çox bərbadcasına qırışmasıdır. Ona görə sevirəm. Burada isə avtobus gözləyirəm. Evimizdən Xalqlara 81 nömrəli avtobusla gəldim. Hardasa 15 dəqiqəyə məsafə. Artıq çatdım. Metroda isə ən sevmədiyim çantanlara qoyulmasıdır. Sən qoymamış öz çantalarıdır. Digərləri üzərinə qoyulur. Qulaqcıqlarımı taxdım. Aylar sonra qulaqcığı musiqi üçün istifadə etdim. Əyləşmişəm. Nəhayət ki, Azadlıq metro stansiyasına çatmışam. Qatardan çıxdım və 108A nömrəli avtobusu axtarıram. Tapdım və əyləşdim. Çox şey dəyişmişdi əslində. Əvvəlki köhnə avtobus deyildi, yenilənmişdi, basa-bas deyildi. Avtobusda ağladığım günlər yadıma düşdü. Səbəb isə ikinci smena olarkən gecə qaydırdıq və çox basa-bas olurdu. Mən də əsəbimdən ağlayırdım. Eyni məhəllə, eyni küçə, amma fərqli hisslər. Tələbə vaxtı hər gün saat 5-də oyanırdım. Mehtabaddan elmlərə, universitetə gedirdim. Nə qədər çətin olsa da, amma bu yerlər mənim üçün hər zaman doğma olaraq qalacaq. Hal-hazırda qəribə hava var. Günəş çıxıb, amma yağışlayır. Ne geçer? Burada harekete bakın. Şey de gördüm. Ama yazaklar da çok. Neyse. Bu yolları yürüyerken her gün geleceğimle bağlı o kadar düşünürdüm ki. Çok şükür, ne şükür. O kurduğum kayalar hazırda yeşerleşip. Ama daim mübarek olmak lazımdı. Çalışmak lazımdı. İşte hayal kurmakla, arzu etmeyle olmur. Dua etmeyle de olmur. Mutlak çalışmak lazımdır. En son Xalamın dadlı yeməklərindən yeyib biraz da o günlərə qayıtdıq. Tələbəlik illərində meyvəmi, çayımı, atağıma gətirərdi mənə körpə uşaq kimi qulluq edərdi. Burada isə təbiətin gözəlliyini, mənzərəni, kadrları almaq istəyirəm, amma yenə də bacarmıram. Nəysə, axır ki çəkdim. Sonra digər qohum-əqrəba ilə şəkil çəkdirib, video çəkirəm. Burada nə edirik? Onu bilmirəm, niyə belə eləyirik. Yəqin ki, sağollaşır. bu şirin qız isə daim